Forslana çəkdirmişdim, ödəyənəcən ürəyim ağramışdı. Belə ki, bu qızıl balığının kiloqramı 120 manatdır. Belə bir tikəsinə 54 manat 72 qəpik ödəmişdim. Və bunu bişirib heyf etmək istəmədim, çiğ yedim. Əslində bu niyə belə bahadır, indi izah edəcəm. Belə ki, bu Şotlandiyanın Label Rouge, yəni qırmızı etiket keyfiyyət nişanlı qızıl balığıdır. Bu sertifikat Fransanın verdiyi xüsusi keyfiyyət nişanıdır. Yalnız ən yüksək standartlara cavab verən məhsullara verilir. Belə ki, bu balıqlar təbii şəraitdə daha geniş ərazilərdə az stresslə yetişdirilir. Qidalanması da daha təbii və keyfiyyətlidir. Buna görə də əti daha yağlı, ləzzətli və incə teksturalı olur. Antibiotik və kimyəvi tərkibli qidalanma minimuma endirilir. Dadı adi yetişdirilən qızıl balıqlarından qat-qat daha yumuşaqdır. Bir sözlə bu qızıl balıq dad və təbii yetişdirmə baxımından premium səviyyədədir. Mən çiğ qızıl balığı dəhşət çox sevirəm və bunu necə sevməmək olar deyə həmişə düşünürəm. İnanılmaz dərəcədə ləzzətlidir. Sanki ağızda əriyir, sanki qaymaqdır. Sınamalısınız. Üzərinə duz gəzdirirəm, unagi sos və rukola ilə birlikdə nuş edirəm. Möhtəşəmdir.